Qarnıyarıq Təbrizin məruf və əsl qəzalarındandır ki, çox yeməlidir və biz Təbrizlilər bu qəzadan به عنوان پیش qəza və qəzای əsli qonaqlarımızdan pəziray elərik. Birlikdə gedək bu əsl qəzanı bişirək. Canları yubandan sonra qabıqların soyub və sətindən bir dana boreş verib salıb duzlu suya qoyacaq. Yarım saat duzlu suda qalsın. Badımcanların kamilən suyu çəkiləndən sonra yoğurda bulayıb, yoğurt bariz olar ki, badımcanları az yağ cəzb eləsin. Tavaya yağ töküb qoyacaq, yağ istiləsin və badımcanlarımızı qızardaq. Bu arada bir dana gözəl xəbərim var restoranlarlara, furuşgahlara, hypermarketlərə, کافی شاپlara və qəzaهای خانگیه. Tatlı Food همراه restoranهای موفق sizlərin kənarındadır. Fəqət şəbə yəldiyazan fürsətiz vardı. Vارد سایت Tatlı Food olasınız və səbtnamlarınızı əncam verəsiniz. Fəqət 5% komisyonla. Tavan və qapağını qoyun ki, hər yeriz yağ olmasın. Ayrı tavada soğanlarımızı necini doğrayıb, qızardıb, ədvəz, sarı köh, israf, duzunu da artırıb, şəkərlərlə bahəm qoyacaq qızarsın. Axırda zəfəran, rəndələnmiş sarımsaq və zəfəri də artırıb, ocağın altını xamuşlayıb qoyacaq, kənarda soğusun. Qarnıyarığın sosuna da rubla yağı qızardıb, zəfəranla suyu töküb, qoyacaq, qeynəsin, qoyaq kənara. Sonra badımcanların için məvadla doldurub, kamil dolduracaq ki, badımcanlarımız bir zərə topollaşsın. Sonra qoyacaq ocağın üstünə 10 dəqiqə qeynəsin və soslu gəlizlərsin.